41 nömrəli sualda deyir ki, x ədədinin AB parçasına daxil olmağı şərti hansıdır? Dostlar, AB-yə daxil olma deyir. Yəni x, fikir versiniz, AB daxilində olmalıdırsa, deməli A birinci isə kiçik ədəddir, B böyük ədəddir. Yəni, məsələn, 0, 3 yazılıb nümunə üçün. X bunun aralığındadırsa, x deməli 0-dan böyük bərabər olmalıdır. 3-dən isə kiçik bərabər olmalıdır. Yəni, burada 0 indi A-nın yerindədir, 3-də B-nin. Yəni, x A-dan böyük bərabər olmalıdır, B-dən kiçik bərabər olmalıdır. İkisinin A-dan böyük bərabər olduğu və B-dən kiçik bərabər olduğu A variantı ilə tamamilə doğrudur. Və araya and atmalıyıq. Niyə? And və deməkdir dostlar, və kəsişmədir. Yəni, bu hissədə kəsişmə olmalıdır. Çünki or olsa, orada nədir? Or bu şəkildədir. Məsələn, bizim həmin bu x 3-dən kiçik bərabər isə, burada mənfi ədədlər filan da ora görə götürüləcək. Çünki or bir növ orada ortaq hissə yox da daha çox birləşmə rolunu oynayır. Əndi isə kəsişmə rolunu oynayır. Bizdə bu ikisinin aralığı sırf lazımdır deyə bizə kəsişmə lazımdır. O səbəbdən siz 41-də mütləq şəkildə A variantı deyər yadda saxlamalısınız. Keçirik növbəti hissəyə. 42 nömrəli suala. X və Y-in yerdəyişmə alqoritmi hansıdır? Bu tipli sualda demişdik ki, bunların yerinə hər hansı bir ədədi verməyiniz daha yaxşıdır, rahatlıqla tapmaq üçün. O səbəbdən məsələ mən x-ə verirəm 4-ü, y-ə verirəm 3-ü. İndi elə eləməli ki, x 3 alsın, y 4. Burada bizə kömək edir c dəyişəni. C-yə y-i daxil eləyiblər. Yəni c olub y-ə görə 3. İndi x-ə y-i verdilər. X onda neçə olacaq? X də burada olacaq neçə? 3. Niyə? Y çünki elə 3 idi. Sonra x-ə daxil edirlər c-ni. C neçə idi? 3. X 3 oldu, amma y 4 olmalıdır. Deməli, burada A variantında bir problem var. A variantı doğru deyil. Gəldim B-ni yoxlamağa. İndi x 4, y 3 idi. Bizə lazım idi x 3, y 4 olmaq. C-yə y daxil edildilər. C oldu 3. Y-ə x-i verdilər. İndi y-ə x-i versələr, dostlar, x 4-dür. Y olacaq 4. X-ə də c-ni verdilər. C neçə idi? 3 idi. X oldu 3. 2 versək, y 4, x 3 oldu. B variantı tamamilə doğrudur. C variantı niyə səhvdir? C-yə y verdilər, C oldu 3. Əla. X-ə sonra y verdilər dostlar. X oldu 3. Amma sonra C-yə x-i verdilər. X zaten 3 idi. Burada y dəyişdirmədilər axı. D-də niyə səhvlik var? Çünki C qiymətini D ilə Y-də hələ təyin eləməmişdik. O görə D ilə Y-də səhvdir. Bir də bu şəkildə, yəni yerinə ədədləri qoyaraq tapmağınızı daha məsləhət kimi görürəm. Aşağıdakı alqoritm fraqmentində C-nin qiymətini təyin edin. İndi dostlar, A-ya 5 verib. İndi düşürəm aşağıda. A ən son 5 alıb deyə sağ tərəfdə A-nın yerinə 5-i qoyuram. 5 plus 6, A-nın yeni qiyməti 11-dir artıq. İndi biz aşağı düşəndə, məsələn, bu A-nın yerinə artıq 5-i yox, ən son aldığı qiymət olan 11-i qoyuruq. 11-i qoyanda, baxın, B oldu nə? Mənfi 11. İndi A 11, B mənfi 11-dir. A 11-dir, çıxılsın, 2 vurulsun, B də mənfi 11. İndi mənfi 2-ni mənfi 11-ə vuranda müsbətləşir. 11 plus 22 verəcək bizə 33 qiymətini. 43 də olacaq dostlar A variantı. Keçək 44-ə. Aşağıdakı alqoritmin icrasından sonra S-in qiyməti neçə olacaq? S-ə 5 verilib. Düşdü aşağıya, 5-i yerinə qoyanda 5 plus 10, K-nın qiyməti dəyişdi oldu 15. İndi gəldi, düşdü aşağıya. S5'ti, K 15'ti. Qoyanda 5, bu da 15. Verir bizə 20'ni. K'nın yeni qiyməti dəyişdi oldu 20. Düşəndə aşağıya S də olacaq 2 vurulsun 20, yəni 40. S'in son qiyməti oldu 40. İndi ən son S istəyir deyə ən son nə alıb? 40 alıb. Cavab kimi 44-də B variantını təyin eləmiş oluram. Gəlirəm 45-ə. Önəmli suallardan biri. Y bərabərdir x minus 1, x-ə y plus 2, y-ə də x plus y verib. İndi dostlar, bu sualı həll eləmək üçün deyir ki, alqoritmin yerinə yetirməsinin nəticəsində, nəticə deyirsə, deməli bu ən son y-dir. Nəticəsində y 10 alıb, ən son y-im 10 aldı. Alqoritmin yerinə yetirməsinə qədərdirsə, bu ilkdən danışır. X dəyişən qiyməti neçə olub? İlk, yəni bunu soruşur. Dostlar, həmin o ilk olan x-i siz istəsə dəyişdirib A eləyərsiniz və A-ya görə hesablaya bilərsiniz. Yuxarıdan aşağı gəlirəm, yerləşdə. Y-in yerinə qoyuram A-1'i, baxın bu hissədə. Əvəz eləyirəm. Y-in yerinə A-1'i qoydum. Bir də çöldə var 2. Bu oldu nə qədər? A plus 1 şəklində. Y-də həmin A-dan ifadə olunub, X də A-dan ifadə olundu.
Gəlirəm burada yerinə qoyuram. 10 bərabərdir. X-in yerinə həmin bu A plus 1'i, Y-in yerinə də dostlar A minus 1'i qoyuram. Mənfi 1 ilə müsbət 1 bir-birini apardı. 2A bərabərdir 10, A da bərabərdir 5 şəklində. Yəni bu şəkildə cavabı B variantı tapa bilirik. Ya da istəsəz dostlar yerinə variant qoyarsınız, o şəkildə sürətli cavabını tapmış olarsınız. Yəni variant kimi B getdi, keçirik artıq növbəti 46 nömrəli sualımıza. 46-da deyir ki, A bərabər 3, B bərabər 8, C bərabər 4. İndi baxın, fikir versəz xətti alqoritmdir. Sadəcə yanaşı yazılıb. Ona görə hissə baxıram. A-ya veriblər 3'ü. B-yə veriblər 8'i. Diqqətli olmaq üçün. C-yə də veriblər 4'ü. Yazdım bunları ayrıca. Sonra B-yə bərabər eləyiblər nəyə? C, yəni 4 çıxılsın. A, yəni 3. 4 çıxılsın 3. B neçə oldu? 1 oldu. Köhnəni siləm, yeni qiymətini yazıram 1. Gəldim bura. B son olaraq 1 alıb. C neçə idi? 4. 1 çıxsın 4. A neçə oldu? Mənfi 3 oldu. A-nın qiyməti dəyişdi oldu mənfi 3. İndi gəlirəm bura. C bərabərdir. B 1 idi. A-da mənfi 3 idi. 1 çıxılsın mənfi 3. Yəni neçə elədi? 1 plus 3 verdi bizə 4 qiymətini. Bu şəkildə 4 tapmalıyıq biz bunu. Sadəcə niyə 4 olmadı? Baxaq ona. Sadəcə variantlarda yoxdur. S-in qiymətini istəyir bizdə. S bərabərdir A plus B plus C-dir. İndi S bərabər olacaq. A mənfi 3'dür. B ən son 1 aldı. C də baxıram ki, burada elə yenə qiymətdən 4 aldı. 1, 4, 5 o da mənfi 3 verəcək 2 qiymətini. Cavab kimi 46'da A variantı olur. Sadəcə həmin bu hissədə biz S-i gözdən qaçırdıq. Soruşulana da baxmırıq heç. 47 x bərabər 9 olduqda aşağıdakı alqoritm icrasından sonra y-in qiyməti nəyə bərabər olar? Dostlar, indi x 9'dur. Şərt verilib burada. 9 indi bu şərtlərdən 3'dən kiçikdirmi? Xeyr. 9 3'dən böyükdür, bəli, amma 9'dan kiçikdirmi? Xeyr. 9 9'dan böyük və yaxud da bərabərdirmi? Bəli. Deməli, mən burada yerləşdirməliyim. 3 vurulsun, x-in yerinə 9, 9'un kvadratı. 3 vurulsun, 9'un kvadratı 81, yəni 243 edir. Cavab olaraq 47 oldu A variantı. Gəlirəm 48 nömrəli suala. Alqoritm fraqmentin yerinə yetirməsindən sonra x və y dəyişənlərin qiymətini müəyyən edin. X-ə 3'dür, y-ə də 8 verilib. İndi dostlar, 3 8'dən kiçikdirmi? Bu şəkildə indi şərt verilib bizə. X, y-dən kiçikdirmi? Dostlar, ilk olaraq bunu analiz edirik. Biz bilirdik ki, bu tipli suallarda əgər sözündən sonra gələn şərtdir. İndi şərtə əsasən, baxın bu şərtdir. Sonra gəlir, əgər x, y-dən kiçikdirsə, onda x bərabərdir bu qiymətə. Dostlar, bu hissə olur müsbət, yəni hə hissəsi. Sonra deyir, əks halda bu. Əks halda hissə isə mənfi, yəni xeyr hissəsidir, yox hissəsidir dostlar. İndi baxıram, x 3'dür, y 8'dir. 3 8'dən kiçikdirmi? Bəli. Hə. Ona görə bu hissəni icra edirəm. X bərabər olur. 5 vurulsun, y-in yerinə 8 qoyuram. Üstə gəlsin 10. Verir bizə x-ə yeni qiymət kimi 50. X oldu 50. İndi dostlar, x 50, y də 8. Cavab oldu Y variantı. Əks halda artıq icra edilmir. Əks halda şərt ödənmədiyi halda yox olsaydı ödənəcəkdi. Bu bir psevdokoddur dostlar. Yəni şərtə əsasən şərt ödənsə birinci hissə ilə, ödənməsə ikinci hissə ilə hesablayırıq. Birinci hissəni hesabladıq. X sadəcə dəyişdi oldu 50. Y elə yerində qaldı, dəyişmədi. X 50, Y də 8. Gəlirik 48'dən sonra 50 nömrəli suala dostlar. Çünki 49 arada gedib. Ona görə 48'dən sonra 50'yə gəlirik. 49'a bir dənə qəşəng boşluq da qoyuram sizin üçün variantları yığanda. Gələk indi 50 nömrəli suala. Deyir ki, A bərabər 2, B bərabər 3, C bərabər 6'dır. Bu qiymətlərə əsasən f dəyişənin çıxışını tapın. İndi dostlar, A 2, B olsun, qeyd eləyək. A bərabər 2, B bərabər 3, C bərabər 6. Yanlış yazmadıqsa. Bəli. İndi dostlar, yazandan sonra artıq f-in qiymətini tapa bilərik rahatlıqla. Gəlirəm. Baxıram ki,
A'ya nə yoxlayıblar burada şərt kimi? A bərabərdirmi B minus 1-ə? A 2-dir. 2 həqiqətən bərabərdirmi 3 minus 1-ə? Bəli, bərabərdir. Deməli aşağına getmirəm. Gedirəm sağına. İndi ikinci şərti yoxlayır. B kiçikdirmi C minus 4-dən? B 3-dür. C 6-dır. 6 minus 4 neçə eləyir? 2 eləyir. 3 2-dən kiçikdirmi? Deyirəm yox. Bu tərəfi bağladım. Gəlirəm aşağıya. İndi C bərabərdir A qüvvətdə B. A neçədir? 2. 2 üstü B neçədir? 3. 2 üstü 3. C'nin qiyməti dəyişdi oldu 8. Düşdüm aşağıya. F bərabərdir B plus C. B ilə dəyişilməyib 3'dür. C'də 8'dir. 3 plus 8. F'in qiyməti neçə oldu? 11 oldu. Cavab kimi deməli çıxışa da gəlirik. F'ə yazırıq 11 qiymətini. Cavab olur 50-ci sual üçün Y variantı. Keçirik növbətiyə 51-ə. A bərabər 1. B bərabər filan filan. A, bu da yenə düzünə şəkildə yazılmış bir şeydir. Ona görə burada da hissə baxacaq biz. A bərabər 1'dir. Sonra B bərabərdir. A vurulsun 2. 1 vurulsun 2. Yəni neçə? 2. Sonra C bərabərdir. A plus B. A 1'dir. B 2'dir. Yəni 3. İndi gəldik. C bərabərdir. C vurulsun A. C 3'dür. A da 1'dir. 3 vurulsun 1. C yenidən oldu 3. A bərabərdir. B vur C. B 2'dir. C 3'dür. 2 vurulsun 3. A oldu 6. A'ya yazdım 6. Əgər yenə şərtdə deyirik. Şərt əgər ödənsə birinci tərəfi hesablayacaq. Yəni müsbət hə hissəsidir. Ödənməsə ikinci tərəfi hesablayacaq. Əgər deyir A plus C B'dən kiçikdirsə. A plus C. A 6'dır. C 3'dür. Yəni bura 9'dur. 9 B'dən 2'dən kiçikdirmi? Xeyr. Onda bu hissəni icra eləmirik. Əks haldaya baxırıq. S bərabərdir A plus B. S bərabərdir A6 B'də 2. 6 plus 2 verəcək bizə 8 qiymətini. Dostlar 51-ci sualın cavabı oldu Y variantı. Keçsəm 52 nömrəli suala. Görək nə qədər bizdə alqoritm sualı var. Maşallah. 57, 58, 59. 59'a kimi hələ ki alqoritm gedir. İndi dostlar deməli blok sxeminin icra olmasından sonra x'in qiymətini istəyir bizdən. X'in qiymətini tapmamışdan əvvəl biraz böyüdək. Daha rahat görmüş olaq. İndi dostlar baxaq. Deyir ki A 5'dir. Qeyd edirəm mən də hər ehtimal kənara. B 3'dür. C də 1'dir. İndi dostlar x A'ya bərabərləşdi. Əməliyyat icra edildi burada. X'ə verdilər 5 qiymətin. A'nın qiyməti olan 5. İndi düşdü aşağı. X B'dən kiçik bərabərdirmi? X 5'dir. B 3'dür. 5 3'dən kiçik bərabərdirmi? Xeyr deyirəm. Düşürəm aşağıya. Bura getdi. İndi x 5'dir. C neçədir? 1'dir. 5 1'dən kiçik bərabərdirmi? Xeyr deyirəm. Düşürəm aşağıya. X deyir onda neçədir? Çapı x'in hansı qiyməti düşəcək? 5 qiyməti. Çünki heç bir dəyişiklik olmadı. Deməli cavab kimi 52'də elə B variantı uyğun gəldi. Yəni rahat gördüyünüz kimi alqoritm sualıdır. 53. Dostlar bu hasildə deyir təkrarlanmaların sayı nəyə bərabərdir? Bunu hesablayanda biz deyirdik ki hər zaman nəyə fikir verməliyik? Deyirdik ki yadınızdasa üstdəki qiymətdən biz altdakı qiyməti çıxıb üzərinə 1 gəlməliyik. Hər birində neçə dövr var birinci onu tapmalıyıq. Ondan sonra isə bu qiymətləri bir-birinə vurmalıyıq. Tapanda da yadda saxlayın. Böyükdən kiçiyi çıxırsınız və üzərinə 1 gəlirsiniz. Burada elədi 2 dənə. Digərində də 5'dən 3 çıxıram. 2 üzərinə 1 gəlirəm. 3 dənə buradadır. Digərində də 2'dən 1 çıxıram. 1 üzərinə 1 gəlirəm. 2 dənə də oradadır. Və alınan nəticələr nə olur olsun vurması bir-birinə. 2 vur 3 vur 2 deyilir dostlar 12 şəklində. Cavab olur 53'də A variantı. Keçirik 54'ə. 54-cü sualda yenə dövrlərlə əlaqəli bir sual oxşuyur. Bizdə deyir ki 54'də sonda S neçədir? Demir amma S'in olduğunu hardan bildik? Buradan bildik. İndi dostlar S'ə 1 verilib. Burada baxıram İ'yə də 2 verilib. İndi düşdüm aşağı. 2 5'dən kiçik bərabərdirmi? Hə dedim. Gəldim aşağıya. S bərabərdir. S vur. S 1'dir. İ'də 2'dir. 1 vurulsun 2. S'in qiyməti dəyişdi oldu 2. Dostlar düşdüm aşağı. İ'də 1 vaid artdı. 2 plus 1 yəni neçə oldu? 3 oldu. İndi qayıtdıq dala. 3 5'dən kiçik bərabərdirmi? Bəli. Gəldim aşağıya. S 2 idi. İ'də 3 idi. 2 vur 3. S'in yeni qiyməti oldu 6. Düşdüm aşağıya. İ'də 1 vahid artdı. 3 plus 1. İ neçə oldu? 4 oldu. İ oldu 4 şəklində. İndi qoy biraz bu hissələri təmizləyək. Qaydırıq artıq yuxarı hissəyə. Qaydanda yuxarıya
Dostlar, indi i 4 5-dən kiçik bərabərdirmi? Bəli. Gəldim aşağı. S-in son qiyməti 6, i-nin son qiyməti 4. 6 vur 4 24 oldu S. Gəldim aşağıya. i 1 vaydı artdı. 4 plus 1 yerdi bizə nəyi? 5 qiymətini. Və gəlirəm son dəfə bura. 5-i 5-ə 5-in 5-dən kiçik və yaxud da bərabər olduğuna baxıram. Bəli, bərabərdir. Düşdüm aşağıya. S 24'dür, i də 5'dir. 24 vur 5, S'in yeni qiyməti dəyişdi oldu 120. S oldu 120. Gəlirəm aşağıya. i də 5 plus 1 çevrildi oldu 6. Qaydanda yuxarıya 6 5-dən kiçik bərabərdirmi? Deyirəm xeyr. Gəldim sağ tərəfə. S 120 idi. Qoydum sağda yerinə. Üzərinə də 5 gələndə S'in yeni qiyməti dəyişdi oldu 125 oldu. Köhnəni silirəm, yenisini yazıram. Və burada da S istəyir, nəticə kimi deməli 125 yazmalıyam. Cavab olaraq A variantı qeyd edilmiş oldu. Keçirəm növbətiyə, bu tərəfdəymiş. 55 nömrəli sual. Kompüter sözü neçə dəfə çap olunar? Qəşəng, rahat suallardan biridir və açıq tiplidir. Biz də indi bunu təbii ki bir yerdə həll edirik. Bu tipli sualları icra eləyəndə mənim məsləhətim kompüter sözünü bir kənarda qeyd edib neçə dənədirsə plus qoymaqda altında və yaxud da yanında. Bir i var, bir də kompüter sözü var. Başqa hər hansı bir şey yoxdur. İndi ilk olaraq i bərabərdir 0-a. Düşdü aşağı. 0 kiçikdirmi 100-dən? Bəli. i 0-da 0 100-dən kiçikdir dedim. Bəli dedim, gəldim. Kompüterin içindən baxın bir dəfə keçdik. Bir dənə plus atdım. Və gəlib görürəm ki i 0 plus 20 qiyməti dəyişdi oldu 20 şəklində. Gəldik keçdik növbəti isə 20 100-dən kiçik bərabərdirmi? Bəli. Kompüterdən bir dəfə də keçdik. Və i 20 plus 20 verdi bizə 40 qiymətini. i-nin qiyməti dəyişdi oldu 40. Qaydıram təzədən yuxarıya. Yuxarıya qaydanda görürəm ki, bu hissələri də silim tərtəmiz olsun. Yuxarı qaydanda görürəm ki, dostlar, 40 100-dən kiçikdirmi? Bəli. Hə dedim, kompüterdən bir dəfə də keçdik. Bir dəfə də keçdik dostlar. i də 20 vaid artdı. 40 plus 20, yəni oldu 60. Yazdıq i-nin qiyməti 60-ı bu tərəfə. Qaydanda da ala. 60 100-dən kiçik bərabərdirmi? Bəli. Kompüterdən bir dəfə də keçdik. 60 plus 20 i-nin qiyməti oldu, dəyişdi 80 oldu. i oldu 80. İndi qaydıram da ala. 80 100-dən kiçik bərabərdirmi? Bəli. Kompüterdən bir dəfə də keçdik. İndi 80'in üzerine 20 gələn burada i oldu 100. i'nin qiyməti 100'ü yazdım. Qaydanda da ala. 100 100-dən kiçik bərabərdirmi? Siz deyəcəksiniz bəli. Çünki 100 100-ə bərabərdir. Ödəyir. Deməli 100 100-ə bərabərdir deyə gəlirəm hə ilə. Yenə kompüterdən keçirəm. Baxıram burada i 20 vaid artdı oldu 120. Və dostlar qaydıram da ala. Qaydanda 120 100-dən kiçik bərabərdirmi? Deyirəm xeyr. Xeyr dedim, son hissəsinə gəldim. Və görürəm ki, kompun altında mən 6 dənə üstəcə qoymuşam. Deməli, neçə dəfə çap olunacaq? 6 dəfə çap olunmuş olacaq. Gəlirəm növbəti suala. 56 nömrəli sualımıza. Aşağıdakı alqoritmi yerinə yetirməsindən sonra x dəyişəni hansı qiyməti alacaq? Fikir versəz, əvvəlcədən sizin üçün o bilmədiyiniz işarənin qiymətini demişəm. X dəyişəninin qiymətini istəyir sonda. Yenə, yox, açıq tipli demiş, qapalı tipliymiş. Dostlar, bizdə bu işarə fərqli işarəsi sayılır. İndi həmin o fərqli işarəsinə əsasən bu sualı həll eləməyə çalışaq. Deməli, bizdə dostlar verilib nə? X bərabərdir 16, qeyd edirik kənarda. Y bərabərdir 56. İndi 16 bu fərqli işarəsidir. 56-dan fərqlidirmi? Bəli. Düşdüm aşağı. 16 56-dan böyükdürmü? X 16, Y 16. Xeyr deyirəm. Yox dedim, gəldim bura. Y bərabərdir Y minus X. 56 minus X 16'dır. Verdi Y-in yeni qiymətin 40. Y oldu 40. Qayıtdım dala. Dostlar, X 16'dır. Y 40'dır. 16 40'dan fərqlidirmi? Bəli. Düşdüm aşağı. 16 40'dan böyükdürmü? Xeyr. Gəldim bura. Y 40, X 16 yazdım. 40 çıxılsın 16. Y-in qiyməti dəyişdi oldu 24. İndi gəldim yenə. 24 ilə 16'nı qoydum yerlərinə. 24 16'dan fərqlidirmi? Bəli, gəldim. 16 24'dən böyükdürmü? Xeyr. Keçdik sağa. Y 24, X də 16'dır. Y-in yeni qiyməti dəyişdi oldu 8. İndi gələndə bir dəfə də dala, bu hissəni təmizləyək. Görürəm ki, X-im elə 16 olaraq sabit qaldı. Y-im isə dəyişdi 8 oldu. 16 8'dən fərqlidirmi? Bəli. 16 bəs 8'dən böyükdürmü? Bəli. İndi X də bərabərdir X minus Y. X 16'dır. Y də 8'dir. X'in yeni qiyməti oldu 8.
Gəlirəm bu hissədən. İndi x 8-dir, y də 8-dir. Fərqlidirmi? Xeyr. Xeyr dedim. Deməli x-in son qiyməti nə imiş? 8 imiş. Dostlar, bu 56-nın əslində 16-nın əbobudur. Biz əbobu tapmaq üçün bu tipli bir dövrə alqoritmindən istifadə eləyirik. Xəbəriniz olsun. Dostlar, gəldik 57-yə. Aşağıdakı ifadənin alqoritmik təsviri necədir? İndi dostlar, zaten burada qəşəngcə yazıb. Əgər A B-dən böyükdürsə, baxın, şərtdir. Əgər ifdir, iflə başlamalıdır. A B-dən böyükdürsə, A B-dən böyükdürsəni işarələdim. Baxın, A-nı C-dən böyüklüyünü yoxlayıb B ilə müqayisə eləməyib. B variantını atın. Və ya or deməkdir dostlar. Or yazdım. B C-yə bərabərdirsə, B C-yə bərabərdirsə or, B bərabər C. Baxın, bu deyil, bu ayrı bir şeydir. A B'dən də C'dən də böyüklüyünü göstərir burada. Bu dostlar fərqli bir şərtdir. Diqqətli olun. Onda deyir B bərabər 1. D Z bərabərdir, B bərabər 1. Və ya sözü görürsə or görməlisiniz. Əndləri atmalısınız. İkinci olaraq A B'dən böyük və ya B C'yə bərabərsə, B'nin C'yə bərabər olduğu halı axtarmalısınız. Y'də də o yoxdur. Qalır kimi cavab C variantı. A'da da ümumiyyətlə oru görmürük. 57 oldu C variantı. Keçirəm 58 nömrəli sualı. Aşağıdakı alqoritm fraqmentində y-in başlanğıc qiyməti 17 olarsa, son nəticədə alınan x və y qiymətlərini müəyyən edin. Y-in başlanğıc qiyməti 17-dir. X 5'dir. Dostlar, K da 1'dir. Qeyd edirik burada. İndi 1 5'dən kiçik bərabərdirmi? Bəli dedim, gəldim bura. X bizdə 5'dir. 5 17'dən böyükdürmü? Xeyr, düşdüm aşağıya. Düşəndə aşağıya y bərabərdir y minus x. 17 çıxılsın x-in yerinə 5, y-in yeni qiyməti oldu 12. Y oldu 12 şəklində dostlar. İndi gəlirəm bura. K-da 1 vayda artdı. Oldu 2. Qayıtdıq bura. 2 5'dən kiçik bərabərdirmi? Bəli. Getdik sağa. X 5'dir. Y bu dəfə 12'dir. 5 12'dən böyükdürmü? Xeyr. Düşdüm aşağıya. Y-ə 12, X-ə 5'i qoydum. Y-in yeni qiyməti oldu 7. Gəldim. K yenə 1 vayda artdı. Oldu 3. Qaydırıq yuxarıya. Qaydanda 3 5'dən kiçik bərabərdirmi? Bəli. 3 5'dən kiçik bərabərdir deyə artıq hara getməliyəm? Yenə həyə, sağa. Yenə baxıram K 5'dir, Y 7'dir. 5 7'dən böyükdürmü? Xeyr. Düşdüm aşağıya. Düşəndə aşağı görürəm ki, bu dəfə artıq Y-in qiyməti daha da kiçilir. Y 7 minus X 5 verdi bizə Y yeni qiymətin 2. Və K da 1 vayda artdı. 3 idi. Oldu neçə? Artıq 4 şəklində dostlar. Qaydanda dala. 4 5'dən kiçik bərabərdirmi? Bəli. Yenə hə dedim, keçdim bura. X 5'dir, Y 2'dir. 5 2'dən böyükdürmü? Bəli. Keçdim sağa. Bu dəfə X azalır fikir versəz. X 5'dir, Y də 2'dir. 5 minus 2. X'in qiyməti oldu 3. Və K 1 vayda artdı. Oldu artıq 5 qiyməti. Qaydanda yuxarıya 5 5'dən kiçik bərabərdirmi? Bəli. Bəli deyirəm, gedirəm yenə hara? Bu tərəfə. Dostlar, X 3'dir, Y 2'dir. 3 2'dən böyükdürmü? Bəli. Hə dedim, getdim sağa. Dostlar, X 3'dir, Y 2'dir. 3 çıxılsın 2, X'i verdi 1. X oldu 1 şəklində fikir versəz. Və düşəndə aşağı K 1 vahiddə artdı, oldu 6. Və qaydıram 6 kiçik bərabərdirmi 5'dən? Xeyr, düşdüm aşağıya. X görürəm oldu 1. Y də oldu neçə? 2. Deməli, cavab kimi 1 və 2 qiymətlərini görmüş olacaq. Və dostlar, 59 alqoritmin sonuncu sualı. İndi 59 nömrəli sualı da həll eləyək, keçək artıq nəzəri hissələrə yenə. 59'da deyir ki, başlanğıcda S bərabər 0 verilib, qeyd edirik. Sonra deyir ki, N 1 5 2. Dostlar, bu bilirik ki, modifikasiyalı dövrdür və modifikasiyalı dövrdə bilirik ki, birinci qiymət i-nin, burada i-nin yerinə indi n verib. N-in başlanğıc qiymətidir. İkinci qiymət n-in ala biləcəyi son qiymətdir. Üçüncü qiymət isə addımdır. İndi n başda 1 alıb. Düşürük aşağıya. A-nın qiyməti bərabər olacaq. N1 idi. 1 vursun 2. A oldu 2. A ilkin qiymət olaraq 2 aldı. Düşdü aşağıya. S0 idi. A da hesaba sal 2 vur 2. 0 plus 2 vur 2. S elədi 4. Və gəlirəm, qaydıram dala. İndi ikinci səfər başlayanda N1 idi. Addım qədər artdı. Çünki müsbət addım artırmalıyıq. Oldu 3. 1 üstəgəl 2 3 oldu. İndi düşürəm aşağıda. N indi 3'dür. 3 vurulsun 2 bizim
həmin bu A-nın qiyməti bərabər olacaq 6-ya. 6 oldu bizim A bu səfər. Düşdüm aşağıya. N 4 idi. A'da 6. 6 vur 6 verdi bizə 4 plus 36, yəni 40 qiymətini. İndi S-in qiyməti dəyişdi oldu 40. Qaydanda bir dəfə də dala N olacaq 5. 2 addım dartdı və son qiyməti aldı. Və düşdüm aşağıya. N 5-dir. 5 vurulsun 2. A oldu 10 qiyməti. A-nın qiyməti dəyişdi 10 şəklində. Və bu zaman indi S-in qiyməti necə dəyişəcək baxırıq. S də əvvəl 40 idi. A da 10 olduğuna görə 10 vurulsun 10. 100, 140 qiymətinə dəyişmiş oldu. S də oldu 140. Və dostlar biz qaydanda görürük ki N 2 addım dartsa olacaq 7. Və 5'i aşmış olur. Ona görə qaydırıq bir dəfəliyəsə S son olaraq 140 alıb deyə cavabımız da 140 C variantı olacaq. Və bu şəkildə 140 yazmış oluruq. Keçirik növbəti 60 nömrəli sual olmalıdır. 60 nömrəli suala. Və son 11 sualımıza gəlib çatdıq axır ki. Burada deyir ki, aşağıdakılardan hansı antivirus proqramlarının tipinə aid deyil? Bizim antivirus proqramlarının 5 dənə tipi var idi dostlar. Onlardan biri filtrlar idi. Biri həkimlər idi. Yəni, burada mən seçməmişəm. Filtr, həkim idi, vaksin və yaxud da immunizator idi, müfəttişlər idi və detektorlar idi. Statistiklər deyə bir şey yox idi dostlar. 60'ın cavabı oldu D variantı. Gəlirik 61'ə. Sistem proqramları hansılardır? Dostlar, birinci sırada Unix, Norton Commander, Drive Space Web. Hamısı sistem proqramıdır. Unix əməliyyat sistemi, Norton Commander əməliyyat örtüyü, Drive Space servis proqramına aid utilitdir. WordPerfect, uyum, ScanDisk. İndi WordPerfect ilə uyum tətbiqidir. ScanDisk isə dostlar sistemdir. Sistemdə servis aiddir. ScanDisk xarici digər ikisi tətbiqi olduğuna görə atırıq. WordPerfect, mətin redaktoru, uyum, mühasibat proqramı. Paradox, Clipper, Intellisoft. Paradoxla Clipper verilənlər bazası idarəetmə sistemidir. Intellisoft tərcümə ilə əlaqəlidir. Üçü də atdıq. Sistem deyil, tətbiqidir. MacOS, Linux, PC Shell. Dostlar, MacOS, Linux hər ikisi əməliyyat sistemidir. Sistem proqramına aiddir. PC Shell də örtüydü, sistemə aiddir. Baza hissəsinə aiddir üçü də. WinRAR, dostlar, servis proqramıdır, sistemdir. Maze Utilities, servis proqramıdır, utilitdir. Və sistem proqramına aiddir. Operating System 2 da sistem proqramıdır, bazaya aiddir. Əməliyyat sistemidir. 1, 4, 5 doğru cavabımız olur. Əməliyyat sistemi ilə qurğuların qarşılıqlı əlaqəsini təmin edən proqram deyən kimi driver götürməliyik dostlar. Bunun mikrosxemi isə qurğu olacaq. Bizdə qurğu olan kontroller olacaqdır. Örtüklər əməliyyat sisteminin çatışmazlıqları aradan qaldırır, interfeysi təkmilləşdirir, güncəlləmə kimi yadda saxlayın. Verilənlər bazası idarəetmə sistemi verilənlərlə işləmək üçün, verilənlər bazasına işləmək üçündür. Utilitlər servis proqramlarına aid olub köməkçi proqramlardır. Şəbəkə proqramları isə dostlar şəbəkənin işini asanlaşdıran şəbəkə ilə əlaqəli proqramlardır. Cavab oldu 62B. Və yaxud da bunu qlobal şəbəkə proqramı kimi düşünsək, bir növ qlobal şəbəkə proqramlarından brauzerlər axtarışları rahat şəkildə icra eləmək üçün istifadə edilən proqramdır. Bir də e-maillər var idi, poçt proqramları. Onlar da elektron poçtu rahatlığına göndərməyə kömək edirdi. 63. Sərt diskin işini optimallaşdıran. Artıq optimal sözündən elə tutmalısınız. Sizdə optimal sözü varsa və ona müraciəti artırmaq deyirsə, bu zaman o sayını defragmentləşdirən proqram yadınıza düşməlidir. Disk defragmenter. Cavab kimi D-dir. Diskin formatlaşdırılması, lazımsız faylların silməsi, diskin yoxlanması və ehtiyata göndərilməsi buna aid deyil. Bu, dostlar, backupla recover'ın işidir. Diskin yoxlanması ScanDiskin işidir. Lazımsız faylların silinməsi də əsasən uyğun gələcək bizdə dostlar disk clean up'ın işinə. İndi gəldik 64-də. Interpretator necə işləyir? Bir interpretator var idi, bir də kompilyator. Translyatorun növü idi. İlkin proqramı, yəni proqramlaşdırma dilində yazdığımız proqramı maşın dilinə çevirdilər. Yəni 0 və 1-lər şəklində olanı. Ona işçi proqramı da deyirdilər, mütləq proqramda. Yəni ilkin proqramı işçi proqrama çevirən vasitələr translyator idi. İki növü var idi. Biri proqramı tam şəkildə çevirən kompilyator, bir də hissə-hissə çevirən interpretator. Sıxanlar dostlar arxivatordur. Diski məntiqi hissələrə bölür. Daha çox defragmenter'ı deyə bilərik dostlar. Əməliyyat sistemi ilə müəyyən bir qurğunun qarşılıqlı əlaqə interfeysini təmin eləyir. Bu isə dostlar bizdə driverin işinə sayılmış olur. Cavab kimi 64-də A variantı götürürük. Gəlirəm 65-ə. Hansı tərcümə proqramıdır? Dostlar, Oxford
Cambridge. Onlarda siz lüğət axtardınız. Ona görə onlar lüğətdir. Biri atdınız lüğətə. Quark Express, press sözündən bilin nəşriyyatdır. Dostlar, bu şəkildə o ikisi getdi. Qaldı 3, 4, 5, 6. 3, 4, 6 olacaq cavabımız dostlar. Mütləq şəkildə bilək. PL1 isə dostlar proqramlaşdırma dilidir. Elə açılışı da Programming Language 1 deməkdir. 3, 4, 6 cavab oldu B variantı. Gəldik 66-ya. Cədvəl prosesorları verilmiş sətri müəyyən edin. Express nəşriyyat proqramı da atdım. Lexicon bizdə mətin redaktorudur. Quattro Pro cədvəl idi. Burada bir dənə cədvəl Quattro Pro idi. Excel doğrudur. Amy Pro mətin redaktoru da atdıq. SuperCalc da doğrudur. Excel, SuperCalc, Lotus. C variantı doğrudur. D-də Movie Maker'a görə atırıq. Daha çox təqdimat hazırlamaq üçün istifadə edilir. Mətin redaktoru da atdıq. Lotus bir dənə burada doğru cavabdır, amma D variantını atdıq. 2 dənəsi səhvdir deyə. Quick Basic proqramlaşdırma dili kimi götürülə bilir. Excel doğrudur. Prologu da atırıq. Cavab kimi qalır dostlar C variantı. Keçdik 67 nömrəli suala. Aşağıdakı variantlardan birində tətbiqi proqram yoxdur. MS-DOS bizdə dostlar sayılacaq əməliyyat sistem proqramıdır. BIOS diagnostika proqramı kimi götürülə bilir. Sistemə aiddir. Excel burada tətbiqidir. A-da var. Excel, Access, Paint. Hamısı elə tətbiqi proqramıdır. Unix, Norton Utilities, Kaspersky. Cavab budur dostlar. Unix əməliyyat sistemi, Norton Utilities uyğunca utilitlərə, Kaspersky-da antivirusa. Hamısı sistemə aiddir. Lotus, Prompt, Foxboro hamısı tətbiqi proqramdır. Photoshop, Dilmans, Lingvo-da hamısı tətbiqi proqramdır. 68. Hansı variantın hansı antivirusa uyğun gəldiyini qarşısında qeyd edir. Rezident proqram olmaqla təhlükəli əməliyyatlara nəzarət eləyir. Zaten adından da tuta bilərsiniz. Nəzarət edən dostlar keşikçilərimiz idi. Ya da filter deyirlər buna. Ona görə hər ikisini yazıram. Gəldim. Faylların və sistem sahələrinin məzmununu yadda saxlamaqla dövrü olaraq cari vəziyyətlə müqayisə edir. Yəni, əvvəlkilərlə bütün situasiyaları müqayisə eləmək daha çox müfəttişlərin işidir, dostlar. Yəni, əslində adları bir növ elə gördüyü işlərdən gəlir. Rezident proqram olmaqdan heç çox bilirsən, vaksinləşdirmə. Bu söz varsa, yolu ilə yoxmasının qarşısını alır. Bu da vaksinlərdir, immunizatorlardır. Virusun aşkar olmasına və zərərsizləşdirilməsinə imkan verir. Bu artıq zərərsizləşdirir. Daha çox onu bir növ, necə deyək, müayinə edib, sonra da müalicə edirsə, bu həkimdir, dostlar. Həkim və yaxud da buna faq da deyirlər. Və bir də əməli yaddaşda və xarici yaddaşda virusların axtarışını təmin edir, axtarmağa çalışır, detektə eləmək istəyir. Detektor yadda saxlayacaq. Gəldim 69-a. Hansı variant instrumental proqramları tam əks etdirir? Java, Fortran, Basic, Ensembler. Elə cavab 69-da adı. Hamısı proqramlaşdırma dilidir. Interpretator burada aid olsa da, kompilator aid olsa da promptla Dilmans aid deyil. Onlar tətbiqidir. File meneceri, stolüstü nəşriyyat sistemi, Excel. Hamısı instrumentala aid deyil. Clipper aid deyil. Clipper dostlar bizdə ümumiyyətlə tətbiqi proqramdır. Simula dostlar verilənlər proqramlaşdırma dilinə aid olan bir nümunədir. Təxmini 1960-cı illərdə yaranmış bir proqramlaşdırma dilidir. Simulyasiya sözündən yadda saxlayasınız. Orada çünki proqramlaşdırma dilində bir simulyasiyalar da baş vermiş olur. Fedora dostlar və yaxud da Fedora deyə bilərsiniz ona. Bu da daha çox əməliyyat sistemi kimi nəzərdə tutulan bir proqramdır. Adabas isə dostlar Adaptable Database System. Yenə orada data və base sözlərinin hissələrini görürsünüz. Buradan yadda saxlayasınız. Bu da databazı, verilənlər bazasına əlaqəlidir. Paradox da verilənlər bazasına əlaqəlidir. D də səhvdir. Adabas, Adobe-Reader və Hamsterə görə Y də səhvdir. Ada bir dənə burada proqramlaşdırma dilidir. Cavab qalır A variantı. 70-də əməliyyat sistemi, dostlar, burada bir dənə operating sistem 2-dir. 1-ə F gəldi. MS-DOS var, iOS var, Android var, Solaris var, Windows var və s. Mətin redaktoru kimi notepad verilib. Var Amy Pro, Multi-Edit, Lexicon, Word, WordPerfect və s. Qrafiki redaktoru kimi Photoshopdan Corel Draw uyğun gələcək. Cavab onsuz da çıxır. 1F, 2A, 3CD, 4B, 5E. Başqa nə qrafik redaktor deyə bilərik? Məsələn, rahatlıqla qrafik redaktorlardan deyərik Illustrator, Paint, TuxPaint və s. Cədvəl prosesoru kimi SuperCalc verilib. Deyə bilərik Lotus 1.2.3, Quattro Pro, Excel. Antivirus proqramı kimi də Avira verilib. Kaspersky olsun, Avast olsun, onları da bura aid eləyə bilərik. 1F, 2A, 3CD, 4B, 5D, Y-yə uyğun gəlir. Cavab oldu A variantı.
Belə dostlar, ümid edirəm ki, bu video sizin üçün faydalı oldu. Növbəti videolarda görüşmək ümidi ilə Allah'a emanet. Uğurlar hər birinizə.